mənim qızımın gözəl baxışlarını geri qaytardılar. İnşallah bundan sonra geri gözəl baxacaq. Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalı olub. Gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda övladının yaxşı olduğunu bildirib. Əllərim bombuz, ürəyim çırpınmaqdan çıxır. Həyatımın ən böyük imtahanını verdim. Sənə sonsuz şükürlər olsun Allahım, bizi heç vaxt darda qoymadığın üçün o dünyanı görüb qayıtdım. Həkimlər qızımın baxışlarını geri qaytardılar. Çox həyəcanlıyam. İnanın ki, sizə o qədər təşəkkür edirəm ki, Rəna ayıldı, tez ayıldı. Hər şey çox gözəl keçdi. Aparıcı Günay Bəxşəliyeva açıqlaması ilə diqqət çəkib. Aparıcı Zaurla Günaydın proqramı zamanı adını açıqlamadığı müğənninin səsinin olmamasından danışıb. Çox bəyəndiyim müğənni var idi. Canlı efirdə az-az görüşürdük. Bir verilişdə qonağım oldu. Canlı ifasını gördüm. Ondan sonra anladım ki, oxuya bilmir. Amma hazırda Azərbaycan toylarında ən çox çağrılan və məbləğ verilənlərdəndir. Amma hər kəs canlı oxuya bilməz.